Mən sizə özüm haqqında danışacağam. Deməli, Nuranə Abiyeva iyulun 26-sı 32 yaşım tamam olacaq. Mən nitq təlimçisiyəm. Artıq 5 ildir ki, Diksiya Akademiyasına çalışıram Cəlalə Nəzəroğlu ilə bərabər. Eləcə də fərdi şəkildə də nitq təlimləri keçirəm, həm korporativ, həm də ki, fərdi təlimlər. Əslində 2 səhifəm var. Biri öyrədici səhifədir. Onu 2022-23 bu illərdə açmışdım. Əslində bir müddət çox yaxşı idarə eləyirdim. Sonra nəsə həvəsim öldü. Səhifəni bağlamadım, çünki hələ də oradan tələbələr mənə yazır. Hazırda televiziyada çalışıram, ictimai televiziyada 7 şüşə proqramının aparıcısıyam, uşaq proqramıdır. Eləcə də Sabahın Xeyir Azərbaycan departamentinin artıq 5 ildir ki, əməkdaşıyam. İlk olaraq müxbirlikdən başladım, sonra redaktor kimi fəaliyyət göstərdim və indi orada hava xəbərlərinin aparıcısı olaraq da fəaliyyətimi davam etdirirəm. 10 ildən çoxdur böyük bir fəaliyyətim isə eşitmə və nitq məhdudiyyətli şəxslərin dili olan, dialoq dili olan işarə dili. Bu dilə mən 2015-ci ildə başlamışam. Sosial şəbəkələr həyatımıza yeni daxil olurdu. Sosial aktivliklər, tədbirlər bugünkü qədər geniş yayılmamışdı. Bədən dilindən çox istifadə etdiyim üçün maraq olaraq həmin dil mənə qeyri-adi gəlmişdi. Türk jestikası ilə videolar çəkdim. Daha sonra ölkələr arasında fərqli olduğunu öyrəndim və araşdırmalarım nəticəsində bu dili sosiallaşdıran ilk şəxs olaraq qarşınızdayam. Bəli, əvvəl bunu deməkdən biraz çəkinirdim, biraz utanırdım, amma indi işarə dilinin gəldiyi vəziyyəti və bu vəziyyətdə kiçik də olsa payımın olması ilə fəxr edirəm, qürur duyuram. Ətrafımda hazırda çox gözəl surda tərcüməçilər, sosial layihələr icra edən şəxslər var, tələbələrim var, eşitmə məhdudiyyətli şəxslər, valideynləri, dostlarım var. Amma bu sahəyə tək başladım və bu sahəni cəsarətli formada, bəzən də cahil cəsarəti ilə sosiallaşdıran təlimlər, layihələr, kliplər, yaş məhdudiyyəti olmadan böyük sosial işlərin və tədbirlərin, layihələrin rəhbəri, yaradıcısı olaraq da bu fəaliyyətimi hələ də davam etdirirəm. Bu səhifədə isə siz sadəcə mənim saydığım bu sahələri, yəni peşəkar fəaliyyətimi deyil, əyləncəli tərəfimi də görəcəksiniz. Səyahətlərimin haqqında məlumatlar ala bilərsiniz. Lifestyle olan videolarımı, saçımla bağlı olan videolarımı, sizlə davamlı söhbətli videolarımı görə bilərsiniz. Mənim YouTube kanalımda var. Söhbətli videolardan ziyadə öyrədici videolar da olacaq ki, nə istəsəz hamısı haqqında sizlə təcrübələrimi bölüşəcəm. Yaşından asılı olmayaraq hər kəsi öz səhifələrimdə gözləyirəm. Məncə Nuranəni izləmək sizə bir çox sahədə uğur gətirə bilər.